Bəli, biz hazırda əksəriyyətimizin yaxşı tanıdığı Moskva Univermağındayıq. Bu tikili 1978-ci ildə inşa edilib və 2001-ci ildə yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlətin mühafizəsinə götürülüb. Aidiyyatı qurumdan bildirilir ki, bu binada qeyri-qanuni təmir, bərpa, eyni zamanda tikinti işləri aparılır. Bu isə həmin binanın dayanıqlığının zəiflənməsinə səbəb olan proseslərdən biridir. Təbii ki, memarlıq abidələrinin qorunması ən vacib məsələlərdən biridir ki, bu da ümumən diqqətdə saxlanılır. Elə bununla bağlı biz ətraflı məlumatı aidiyyatı qurumdan alaq ki, bu tikili prosesi binaya nə kimi zərər verə bilər? Hər vaxtınız xeyir olsun, özünüzü təqdim edin. Quliyev Sabir, Mədəniyyət Nazirliyi yanında mədəni irsin qorunması, inkişafı və bərpası üzrə dövlət xidmətinin əməkdaşı. Sabir müəllim, burada aparılan bərpa işi deyək və yaxud da ki, təmir işi, yenidən qurma işidirsə görünmür. Bu nə kimi binaya təsir göstərə bilər? Burada hal-hazırda baxış keçirilən zaman bu hissə binanın, daha doğrusu bu ticarət mərkəzinin inzibati otaqları olubdur. Bu tavan hissəyə baxdıqda burada arakəsmə divarların yerləri görsənir. Həmçinin də rigel olan hissələrdə də arakəsmə divarların yerləri görsənir. O arakəsmə divarlar da bu hissə boyunca sökülübdür. Burada da həmçinin sökülübdür. Bu hissə dəhliz hissə olduğuna görə bütün bu arakəsmə divarlar sökülərək burada görünür ki, ticarət mərkəzinin ərazisini böyüdürlər. Yəni buranın da yəqin ki, ticarət mərkəzinin bir hissəsi eləyib obyekt kimin icarəyə verəcəklər. Bu da ki, heç bir dövlət qurumu ilə razılaşdırmadan və dövlət qurumlarının rəyini nəzərə almadan söküntü işlərinə başlanılır və təmir işləri aparılır. Sabir müəllim, bu işlərin aparılması üçün qaydalar mövcuddurmu və yaxud da edən şəxslər nələrə diqqət etməlidir? Bu, qanunvericiliyin tələblərinə uyğun bu işləri aparan zaman deməli, sahibkar və yaxud da fiziki şəxs aidiyyatı qurumlara, yəni dövlət xidmətinə müraciət eləməlidir və dövlət xidməti də qanunvericiliyin tələblərinə uyğun aidiyyatı qurumlarla Arxitektura Komitəsi və Memarlıq və İncəsənət Elmlər Akademiyasının nəzdində olan Memarlıq və İncəsənət İnstitutu ilə razılaşdırılmalıdır. Memarlıq və İncəsənət İnstitutunun rəyi nəzərə alınır. Arxitektura Komitəsi ilə razılaşdırılır. Onların rəyi və razılığı alındıqdan sonra dövlət xidməti tərəfindən layihə çərçivəsində icazə verilir ki, bu təmir bərpa işləri aparılsın.